Qaraquş, Alman nağılı. Bir zamanlar yoxsul bir ər-arvad yaşayırdı. Nə evləri vardı, nə də bağçaları. Yayda açıq havada qalsalar da, yağış və qar yağanda vəziyyətləri daha da pis olurdu. Buna görə də boş bir çəllək tapıb orada məskən saldılar. Hava soyuyanda həmin çəlləyin içində qalırdılar. Günlərin bir günü Qaraquş onu qovan qırğıdan qorunmaq üçün çəlləyə sığındı. Yoxsul ər-arvad qırğını qovub Qaraquşu ölümdən xilas etdilər. Qırğı uzaqlaşdıqdan sonra quşa yem verdilər, oxşayıb əzizlədilər və azad buraxdılar. Qaraquş uçmazdan əvvəl dilə gəldi. Siz mənə böyük yaxşılıq etdiniz. Əgər bir istəyiniz olsa, 3 dəfə əllərinizi bir-birinə vurun. Mən dərhal yanınıza gəlib istəyinizi yerinə yetirəcəm. Qaraquş bunu deyib dərhal gözdən itdi. Ər və arvad Qaraquşdan nə istəyəcəklərini düşünməyə başladılar. Əvvəlcə qoyunları, inəkləri, bərəkətli bağ-bağçaları və içi yeməklə dolu bir ev istəmək qərarına gəldilər. 3 dəfə əllərini bir-birinə vurdular. Qaraquş qəfil peyda oldu və dedi: "Arzunuz yerinə yetəcək." Sonra yenidən gözdən itdi. Həqiqətən də cəmi bir neçə saniyə içində onların xəyal etdiklərindən də gözəl bir ev meydana çıxdı. Yoxsul ər-arvad böyük xoşbəxtlik içində yaşamağa başladılar. Lakin zaman keçdikcə qadın bu gözəl evdə darıxmağa başladı. Bir gün ərinə dedi: "Bu evdə özümü sıxılmış hiss edirəm. Kaş ki daha gözəl bir sarayımız olaydı. Xidmətçilər bizə qulluq edəydi. İpək libaslar və ləl-cəvahirat içində ziyafətlərə gedəydim. Daha yaxşı olmazdı?" Əri də razılaşdı və yenidən 3 dəfə əllərini bir-birinə vurdu. Qaraquş peyda olaraq dedi: "Yaxşı, arzunuz yerinə yetəcək." Bu dəfə gözəl ev yox oldu və onlar özlərini möhtəşəm bir sarayda tapdılar. Sarayda gördükləri rahatlıq və bolluq xəyallarından da artıq idi. Lakin bir müddət sonra qadın bundan da bezdi. Bir gün ərinə dedi: "Mən kraliçə olmaq istəyirəm." "Sən də kral olmalısan. Çağır quşu." Əri yenidən 3 dəfə əllərini bir-birinə vurdu. Qaraquş gəldi. Qadın istəyini dilə gətirdi. "Mən kraliçə olmaq istəyirəm." Lakin sözlərini tamamlamağa macal tapmamış, sarayın üstünə qara buludlar çökdü, şiddətli fırtına başladı və quşun qəzəbli səsi eşidildi. "Öz çəlləyinizə geri qayıdın. Siz yalnız ora layiqsiniz." Fırtına sakitləşəndə saray yox olmuşdu. Ər-arvad isə yenidən köhnə çəlləklərinin yanında idilər. Necə deyərlər, çox istəyən azdan da qalar. Beləliklə, bugünkü nağılımız burada sona çatdı. Sizinlə burada sağollaşıram. Növbəti nağıllarda, növbəti macəralarda görüşənədək sağ olun, gecəniz xeyrə qalsın.